Müqəddəs Ramazan ayı münasibətilə martın 4-dən etibarən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun, hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə şəhid ailələri ilə birgə iftar süfrələri təşkil olunub. Şəhid Samir Mikayıllı, Əlimərdan Qəhrəmanov, Cəmaləddin Məmmədov, Mahir Cəfərov, Ömər Rəhimli, Təhmasib Qarayev, Xəzər Bayramov, Vilayət Əhmədov, Naim Ağayev, Habil Baxışov və Asim Mehdiyevin ailələrinin yaşadığı evlərdə təşkil edilən iftar süfrələrində qazilər, digər şəhid ailələrinin üzvləri, eləcə də media nümayəndələri iştirak ediblər. Bu məclislərdə şəhidlərin əziz xatirəsi anılıb, onların ruhuna dualar oxunub. Rayon rəhbəri və digər qonaqlar bu cür mənəvi görüşlərin birliyimizi daha da möhkəmləndirdiyini və şəhid ailələrinə dövlət qayğısının hər zaman prioritet olduğunu vurğulayıblar. Şəhid yaxınları da öz növbələrində onlara göstərilən diqqət və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.